Dünya okeanı indiyə qədər heç vaxt bu qədər çiklənməmişdi. Hər gün okeana neft məhsulları tökülür. İldə təxminən 30 milyon tona qədər. Bu, qəza nəticəsində tankerlərdən sızmalar və ya sənaye tullantıları səbəbindən baş verir. Bundan əlavə, okeanı təkcə neftlə deyil, plastiklə də çikləndirmişik. Bugün okeanın səthindəki plastik adaların ümumi sayı ABŞ və Avstraliyanın birlikdə sahəsinə bərabərdir. Bu həqiqətən çox təhlükəli bir vəziyyətdir. Plastik tullantılar, butulkalar və istənilən digər plastik tullantılar suya düşdükdə günəş işığı, duzlu su, dalğalar və külək təsirindən kiçik hissələrə parçalanır. Bundan əlavə, nanoplastik adlanan daha kiçik hissəciklər var. Onları yalnız mikroskop altında görmək mümkündür. Plastik tullantıların yüksək konsentrasiyası olan sahələr plastik supu adlanır. Gəlin 1950-ci ildən bəri plastik istehsalının həcmini, okeanda nanoplastikin ümumi miqdarını və dünya okeanının temperatur dəyişikliyini göstərən qrafiklərə nəzər salaq. İndi ekranda görürsünüz. Qrafiklər həndəsə silsilə ilə sinxron şəkildə artır. Bu, belə görünür. Bu, plastiklərin okeanın istiliyi saxlama qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini göstərmirmi? Yəni, okeana nə qədər çox plastik əlavə ediriksə, o qədər də çox istilik yığır. Gəlin bunun niyə belə olduğunu araşdıraq.